Salam əzizlərim, mən bugün balqabaq qutabı hazırlayacağım sizlərlə. Ən asan üsulla xəmir etmədən, xəmir yaymadan asan bir üsulunu göstərəcəm. Demək, burada 3 ədəd soğanı mən kiçik doğrayıb qızardıram. Sonra balqabaqları, yarım kiloya qədər balqabağı soyub doğrayıram. Bu qızaran soğanların üzərinə tökürəm. Yavaş-yavaş orada pişməyini gözləyirəm. Ara bir qarışdırıram və yavaş-yavaş qapağını örtüb pişməyini gözləyirəm. Və bir tərəfdə onun üzərinə qabartma tozu, duz əlavə edirəm və su tökürəm. Burada hardasa 2 stəkan un və 1 stəkan ilıq su vardı. Və bunu yaxşı-yaxşı qarışdırandan sonra azcana duru yağ da əlavə edirəm. 2 yemək qaşığı qədər duru yağ əlavə edirəm, qarışdırıram. Və sonra yumşalmış balqabaqların üzərinə biraz su əlavə edirəm. Daha da yaxşı pişsin. Yenə qapağını örtüb duzunu, istiotunu vururam. 1 qaşıq duz, yarı qaşıq istiot əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram və bişən balqabaqları qaşıqla əzməyə çalışıram. Kartof əzənlə də əzə bilərsiniz, vilka ilə də edə bilərsiniz. Amma yaxşı əzildiyi üçün elə mən qaşığın arxası ilə əzirəm bunları. Yaxşı pişdikdən sonra özü qarışdırarkən belə əzilir, dağılır. Tam yaxşı-yaxşı bütün balqabaqları əzdikdən sonra içliyimiz hazırdır. Və sonra başlayırıq xəmirimizi etməyə. Mən bilençik aparatında edirəm. Tavada da edə bilərsiniz. Əgər bu aparat yoxdursa, bilençik xəmiri kimi xəmiri orada bişirirəm. İçərinə içlik qoyuram içərisinə və sonra o üz bu üz bişirirəm. Çox qəşəng olur. Həm pratik, həm asan və dadı da demək olar ki, mükəmməldir. Məncə dəyər hazırlamağa.